Her vaktiniz xeyir olsun hürmetli izleyiciler. Prezidentin köməkçisi Gəncəli balası Hikmət Hacıyev. Səni Azərbaycan xalqı çox sevirdi, mən də çox sevirdim. Ama o ki o azıqlandım bizim uşaqlara, xaricdə olanlara dedi ki, hayatınızdan utanmalısınız. Ondan sonra bütün xalqın gözündən düşdünüz. Atalar deyib, Allah rəhmət edesin yaxşı ölənləri, mənim atam rəhmətli deyərdi ki, el yığılsa, el oba yığılsa, bir adamı pis eləməyə, pis eləyə bilməz, nə qədər eləsə. Ama insan özün pis eləyə bilər. Sizə yaraşar. O kəlmə nə eləməlidir ki, canlarını dərdinə qaçıb gediblər də, öldürür, buradakilərini də öldürürlər də, kim qaldı ki? Hep o Gəncəni söyləyinlə, mən səni mərd oğlan bilirdim. Sən hünərin satmadı ki, Benyamin Netanyahu'ya deyəsən ki, abırlı əyləş. Ayağın koymuş az qala sənin ayağın üstə. Sən də yalanına beləsi yüngüvarı, qıçı beləsi eləmişsin. Onda dinlənəydi, deyəsən ki, mənim gözümdən düşdün, xalqın da gözündən düşdün. Deyəsən ki, İsrail bizə belə hörmət edəyib. İsrail nə edəyibdi? Həmin o silahları Ermənistana da saçıb, bizə də saçıb. Nə oldu ki? Bəlkə Türkiye kimi qırıcıların gətirib cövidən elətdirib. Bəlkə Türkiye'nin prezidenti Erdoğan kimi bəlkə gedib Vladimir Putin'lə razılıq alıb. Bəlkə Erdoğan kimi bizə dəstək olub, Türkiye'yə dəstək oldu.